Azərbaycanda dövlət qurumlarında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində növbəti mühüm addım atılıb. Son məlumatlara əsasən səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Satlı rayon şöbəsində hüquq mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Məlumatlara görə əməliyyat baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin əməkdaşları tərəfindən aparılıb. Keçirilən tədbirlər nəticəsində 2 nəfər vəzifəli şəxs saxlanılıb. İlkin araşdırmalar zamanı həmin şəxslərin rüşvət almaqda şübhəli bilindiyi qeyd olunur. Rəsmi açıqlamalarda bildirilir ki, istintaq tədbirləri davam etdirilir və məsələ tam şəkildə araşdırılır. Eyni zamanda təkcə Satlı rayonu ilə məhdudlaşmayan bu proses çərçivəsində digər rayon şöbələrində də oxşar əməliyyatların keçirildiyi vurğulanır. Bu cür tədbirlər dövlət qurumlarında qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının qorunması və şəffaf idarə etmənin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.